Əgər dini ancaq fədakarlıq kimi, nədənsə keçmək kimi təqdim etsə, nəticə nə olur? Nəticədə dindarda təkəbbür xüsusiyyəti güclənir. Hamının başını diş tutur ki, mən nəsə elədim. Hardan düşüb bu virus bizim zeynimizə? Mən fədakarlıq eləyirəm dindar olmağımla. Kim deyir sənə? Sən heç eləmirsən dindar olmağımla. Sən öz xeyrivə çatırsan. Sən öz mənfəətivə çatırsan. Yalancı eşq dastanı düzəltmişik, könlümüzü xoş eləmək üçün. Sanki qəzəl deyirik. Və aşiq, məşuq filan bu fikirləri əsassız şəkildə insanlara təqdim edirik. Dindar da elə bilir, dinə qədəm qoydusa, nəsə böyük bir xeyrindən, nəyinsə uğrunda keçdi, ilk addımından belə başlayır, 2 dənə əməl elədikcə qoltuğunun altı şişir, heç kəsi görmür, təkəbbür, ücub, qürur xarab olur, heç kəs də bir yerə yetişə bilmir, çata bilmir. Heç bir nəticə əldə olunmur.